Zirincin faydalı olduğu ta qədimdən insanlara məlumdur. Həm qida, həm də müalicəvi məqsədlə zirinc geniş istifadə olunan bir bitkidir. Bu bitki mütəmadi olaraq öz yarpaqlarını təzələyir. Əksər bitkilər yaz vaxtı yarpaqlayır, payızın sonuna doğru isə yarpaqları saralaraq tökülür. Onlardan fərqli olaraq zirincin yarpaqları töküldükcə yeniləri inkişaf edir. Zirincin hündürlüyü 3 metrə qədər olur. Qərbi Avropa, Orta Asiya ölkələrində, Türkiyə, Rusiya və İranda geniş yayılmışdır. Azərbaycanda isə bir çox rayonlarda düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə bitir. Yarpaqlarında alkaloidlər, flavonoidlər, fenol karbon turşuları, karotinoidlər və K vitamini müəyyən olunmuşdur. Zirincin yarpaqlarını qönçələmə və çiçək açma fenofazasında tədarük edirlər. Yarpaqların üzəri mum təbəqəsi ilə örtülüdür. Toplanmış xam malın özünə məxsus iyi və turş dadı vardır. Alkaloidlərin xam malda miqdarı 0,15%-dən az olmamalıdır. Zirincin köklərini isə payızda toplayırlar və onu doğrayıb qurudurlar. Zirincin tərkibindəki berberin maddəsinin isə xam maldakı miqdarı 0,14%-dən az olmamalıdır. Berberin almaq üçün budaqlarından istifadə etmək daha məqsədə uyğundur. Köklərindən alınan berberin sulfat preparatı sarı rəngli toz olub öd qovucu vasitə kimi istifadə olunur. Öd sintezinin və sekresiyasının pozulması ilə müşayiət olunan qaraciyər və öd yolları xəstəliklərində çox müsbət təsir edir. Xroniki hepatit, xolesistit, öd daşı xəstəliyində zirincin tətbiqi çox effektlidir. Adi zirincin yarpaqlarının tinkturası öd qovucu təsir göstərir. Həmçinin mamalıq təcrübəsində doğuşdan sonraki dövrlərdə qadınlarda güclü menstruasiya qanaxmalarında tətbiq edilir. Təbabətdə geniş təsir spektrinə malik olan zirinc erkən yaşlanmanın qarşısını alır. Vitamin C ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Orqanizmin immunitetini yüksəldir. Güclü antioksidant olan zirinc qaraciyərin antitoksik fəaliyyətini qüvvətləndirir. Sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Yağların parçalanmasında əsas rol oynayır və antilipid xüsusiyyətə malikdir. Zirincin əsas təsirlərindən biri də qanda xolesterolun səviyyəsini azaldaraq ateroskleroz əleyhinə təsir göstərmək və arterial təzyiqi aşağı salmaqdır. 18 adda amin turşularla zəngin olan zirinc əzələlərin inkişafında əsas rol oynayır. Zirinc eyni zamanda antidepressantdır, sakitləşdirici təsir göstərir. Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu gilə meyvə ürək bulanması zamanı yaxşı kömək edir. Sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir. Zirinc və onun yarpaqlarından dadlı çay da dəmləmək olar. Ondan dəmlənən çay öd daşı xəstəliyi, sarılıq zamanı geniş istifadə olunur. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc kökündən hazırlanan çaylar böyrəkdəki daşların tökülməsində istifadə edilir. Zirinc dəmləməsi öskürək, angina, nəfəs alma, orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün bir çay qaşığı qurutulmuş zirinc bir fincan qaynar suda yarım saat ərzində dəmlənilir, 2də1 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun sisteminə də çox müsbət təsir edir. Orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır. Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər. Almanlar zirincdən alınan cövhəri və ya zirincin meyvəsini mədə-bağırsaq sistemi xəstəlikləri və ağciyər xəstəlikləri zamanı qəbul edirlər. Fransa həkimləri zirincin bakteriyasit, hipotenziv və soyuqdəymə əleyhinə təsirə malik olmasına
olduğuna inanırlar. Meyvənin çox dadlı qurusu da olur. Onu 40-50 dərəcə temperaturda qurutmaq lazımdır. Onu da deyim ki, yaxşı qurudulmuş meyvələri 3 il müddətində saxlamaq mümkündür. Zirincin qurusundan dolma, küftə kimi dadlı ət yeməklərində daha çox istifadə edilir. Deyirlər ki, zirinc həm də bal verən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı sarı olur və dadı ilə fərqlənir. İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür. Çünki onun qanda insulin və şəkərin normallaşdırmaq xüsusiyyəti var. Zirinc ağır qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur. Zirinc orqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır. Zirincin faydalı xüsusiyyətləri olduğu kimi zərərli xüsusiyyətləri də var. Onlardan biri də budur ki, sakitləşdirici qəbul edən zaman da zirinc dəmləmələrindən istifadə etmək tövsiyə edilmir. Bu, dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş hərlənməsi, ürək bulanma, qıcolma, burun qanamaları müşayiət oluna bilər. Zirinc tərkibli dərmanları qaraciyərin sirroz xəstəliyi zamanı ginekoloji qanaxmalarda hepatitin ağır formalarında qəbul eləmək məsləhət görülmür. Odur ki, əziz dinləyicilər, zirincdən normal şəkildə istifadə eləyin ki, öz sağlamlığınızı qorumuş olasınız.